alkol qadağası daha geniş kültürel güc dəngələrinin nəticəsi idi. Yəni o dini qadağalar deyil əslində. Deməli, nə idi? İslamın yüksəlişi ilə bərabər güc Aralıq dənizi sahillərindəki xalqlardan Ərəbistanın çöl qəbilələrindəki xalqlara qəbilələrinə keçdi. Bu qəbilələr deməli təkərli arabalar yerinə dəvəni, masa sandalya yerinə, stul yerinə mindəri seçirlər, mindərə keçirlər və inkişafın ən güclü simvolu sayılan şərabın istifadəsini qadağan edərək özlərindən öncəki sakinlərə öz üstünlüklərini ifadə edirdilər. Və müsəlmanlar bunu etməklə qədim sivilizasiya anlayışını rədd etdiklərini də bildirmiş olurlar. Şərabın xristianlıqdakı o mərkəzi rolu müsəlmanları şəraba qarşı olmağa yönləndirirdi. Necə ki biz dedik, yəhudilər ətrafdakı xalqlardan özünü fərqləndirmək, seçmək üçün onların qanunlarının ziddi bir qanunlarla ortaya çıxmışdır. O ziddi qanunları ortaya çıxartmışdır. Eyni şəkildə bu da, yəni xristianların mərkəzində şərab varsa, deməli müsəlmanlar da bunun tam tərsini mənimsədilər və müsəlmanları şəraba qarşı olmağa yönəltdi. Tibbi məqsədlə istifadəsi belə qadağan olundu. Hətta qadağa digər alkollü içkiləri də əhatə etdi. İslam yayıldıqca alkol qadağası da yayıldı və nə var ki, alkol qadağası bəzi yerlərdə digərlərindən daha qəti tətbiq olunurdu, digərləri daha yumuşaq tətbiq olunurdu. Məsələn, İbn Nuvas və digər ərəb şairləri əsərlərində şərab təriflənir və texnik olaraq qadağa olmağına baxmayaraq İspaniya və Portuqaliyada şərab istehsalı davam edirdi. Hətta bizzat Məhəmməd Peyğəmbərin yüngül mayalı xurma şərabından xoşlandığı deməsi İspaniyadakı bəzi müsəlmanların Peyğəmbərin şərabın özünü yox, həddindən artıq içki düşkünlüyünə etiraz edildiyini irəli sürməsinə yol açdı. Belə fikri irəli sürmələrinə yol açdı. Onlara görə yalnızca üzümdən hazırlanan şərab alkolün yüksək olması səbəbilə qadağan olunmuşdur. Yəni buna görə üzüm şərabına alkol dərəcəsini, o xurma şərabının dərəcəsini keçməməsi üçün sulandırılması